Salam değerli izləyicilərim, kanalıma xoş gəldiniz. Türkiyənin sevilən aktrisası Sinem Ünsal 2025-ci ildə Cannes Film Festivalında qırmızı xalça üzərində göz qamaşdırdı. Amor Gariboviç imzalı zərif libası ilə diqqətləri üzərinə çəkən Ünsal festivalın ən çox tanışılan simalarından biri oldu. İzmir doğumlu və Eskişehir Osman Gazi Universitetinin müqayisəli ədəbiyyat fakültəsi məzunu olan Sinem Ünsal, Mucizə Doktor, Qızım və Uzaq Şəhər kimi seriallardakı rolları ilə geniş tamaşaçı kütləsinin sevgisini qazanıb. 2024-cü ildə başrolda çəkildiyi Uzaq Şəhər serialı ilə beynəlxalq arenada tanınmağa başlayan aktrisa, Cannes Film Festivalındakı iştirakı ilə bu uğurunu daha da möhkəmləndirdi. Sinem Ünsalın Cannes Film Festivalındakı görüntüləri və qırmızı xalça anları üçün videomuzu izləməyi unutmayın.